Közərmə lampalarını satanlar cərimələnəcək. Növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha da sərfəli olan LED lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq. 60 watt və yuxarı olan, gücə malik olan közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan ediləcəkdir. Eyni zamanda da həmin ilin iyul ayının 1-dən etibarən 25 watt daxil olmaqla 25 wattdan 60 watta qədər gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilmişdir. Nazirlik rəsmisinin sözlərinə görə bu qadağada ən birinci və ən vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir. Közərmə lampasının qiymətinin aşağı olması belə desə icebergin görünən tərəfidir. İstifadə gücü, yəni enerji istehlakı eyni lümində 60 wattdırsa, LED lampasında 7 wattdır. İstehlak etdiyi enerjinin hardasa 95%-i onun isinməsinə sərf edir və geri qalan 5% isə cəmi onun işıqlandırılması üçün nəzərdə tutulur. Lazımsız enerji istehlakını hansı ki biz 95%-i görürüksə, biz birbaşa olaraq ətraf mühitə ekoloji zərər vermiş oluruq. Qərarın qüvvəyə mindiyi tarixdən, yəni gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.